Növbəti videomuzu seçirik. Artıq sizlərlə birlikdə millət. Dostumun verdiyi kartları var. Eyni zamanda Süper Lig yox. Liga Efsaneləri Dünya Yıldızları kartı atacağıq. Gəlin başlayaq elə isə. Gəlin isə bu kartlarla sizlərlə davam edək. Dostlarımın verdiyi kartlarla davam edək. Balaca kartı Romelu Lukaku, Hugo Lloris, Kjaer, Jack Grealish, Aubameyang, Salah, Muhammed Salah. Yadınıza gəlsə, mən bu kartlardan sizlər üçün bir paket alıb atmışdım oktyabr ayında. Oktyabr deyəsən, noyabr ayında da ki, baxın, arxası belə kartını atmışdıq. Messi ilə Ronaldo'nun böyle ikili kartı. Bir kenara koyaq. Daha sonra fərqli bir top 100 əlimdə kartlarından var. Onları gəlin elə isə göstərim. Hemen 100 kartlarının arkasında bakın 4 tane belə var. Biri parıldayan kart Jordi Alba, Frenkie de Jong, Erik Haaland, Anthony Griezmann. Dünya Kupasının seriya kartlarıyla yenilən sizlərlə davam eləmək istəyirəm. Eyni zamanda Dünya Kupasının əlimdə 2022 kartları da var. Eurolar, qarışıq Euro kartları var. Barcelona kartları var. Fərqli bir seriyanın kartları var. Hamısını bizə göstərəcəm sizlərlə. Həm Euronun fərqli versiyaları daha çoxdur. Hamısını az sonra bunlara ayıraq. İlk öyle Paw Patrol kartları da var. Onları da sizlərlə belə tez-tez göstərim. Bu arada dostlarım verib ki, qaqa bunlara video çək, göstər, biz də rahatlayaq. Olsun. İlk olaraq Euro 24'ün arkası belə bir kartları var. Onları göstərmək istəyirəm. Oliver Giroud, Virgil van Dijk, Edmund Griezmann kartları dostlarımla dəyişirəm öz kartlarıma qarşılıq. Və arxası belə kartları var. Eyni kartlar sadəcə rəngində belə ağdır, bunlar qırmızıdır. Sergio Ramos, Harry Kane, Marco van Basten, Michael Laudrup. Gedək Euro 24'ün normativ versiyasından daha sonra da üçlü efsane var burada. Messi, Ronaldo, Neymar. Barcelona'nın belə özel bir kartları var. Bunları tapsam bir paket alacağım sizlər üçün. Lewandowski var. Kimdi? Adımdan çıxdı. Yox, Ansu Fati. Bu kart yadımdan çıxdı. Sergio'ydu bu. Sergio'nun adı nədir? Busquets deyil, yox. Başımı qatmayın, Busquets deyil. Dünya Kupasının 2022 kartlarını göstərəcəyik həmən. Junior Neymar bayaqki da vardı. O Euro seriyası ilə. Belə bir Messi, yine də belə bir Messi. 2026'nın ən efsane kartlarını göstərəcəyik. Marmarashvili, Barella, Ronald Araujo, Thomas Müller, Gakpo, Lautaro Martinez, Kimmich, Lukaku, Griezmann, De Bruyne, Erik Haaland, Harry Kane, Musiala, Salah, Bernardo Silva, Gakpo, João Felix. Və növbəti kartlara həmən eləyək. Sizlərlə Trent yol. Bir efsane kartları var. Bunları göstərəcəm. Öncə bunları göstərəcəm. Daha sonra yeniden burada böyle Dünya Kupasının kartları var. Hamısını göstərəm tez-tez sizlərlə. Yamal, Salah, Marmarashvili, Haaland, Jorginho, Memphis Depay, Lukaku, Vinicius Junior, Donnarumma, Kyle Walker, Jack Grealish, Kai Havertz, Firmino, Morata, Salah, Kane, Kvarat, Skilya, Frank de Jong. Dilim topu orada. Gözün aldım çəkənə qədər dediyim şey oldu. O gün göstərmişdim təbii ki də top 100'ləri fərqli versiyalardan baxın. Arada top 100 olarak bura qoyam. Və Dünya Kupasının bax belə bir Julian Alvarez və də arxası belə bir nanızlardan göstərək həmən. Özünüzü qoyun. Messi, Suarez, Guardiola. Kartları mən hara qoymuşdum? Burada mı? Yox. Ha bura. Belə Champions League kartım var. Tamam.
Növbəti videomuz isə yepyeni sezonda sizləri gözləyəcək olan kartlarımız var ki, yeni sezonda inşallah lig əfsanələri kartları ilə davam edəcəm. Hər kəsi çox sevirəm. Özünüzə yaxşı baxın.